Değerli Müslümanlar, hörmətli qardaşlar, ilk önce Allah'tan korkmağı tövsiye edirəm. Bu Rabbimizin hem bize hem bizden evvelki nesillere ettiği bir vesiyetidir, tövsiyesidir. Biz sizden evvelki ehli kitaba tövsiye ettiğimiz kimi size de Allah'tan korkmağı tövsiye edirik. Ve bugün istirik Peygamber sallallahu aleyhi ve sellemin bir xüsusiyyətindən danışaq. Ve layıqdır ki, xatırlayaq, zikr edək o xüsusiyyəti, o vəsfi hansı ki Allah Taala onu ilə vəsf edib, öz kəlamında deyərək وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ Biz səni aləmlərə ancaq rəhmət olaraq göndərdik. Ve elə bir məxluq yoxdur ki, yeryüzündə ona verilen bu paydan, bu hediyeden o da pay götürmesin. O rəhmətdən ona nəsə toxunmasın. Ona göre Peygamber sallallahu aleyhi ve sellem bu rəhməti yaşadı en kamil bir şekilde. Ve rəhmət onun simasında en güzel bir şekilde tezessüm edip, en əzəmətli bir mənada ve rəhmətinin nümunesinden görərsən ki, rəhməti bütün həyatını əhatə edib, şəriətini gətirdiyi şəriəti əhatə edib, rəhm edib, kiçiyə də, böyüyə də, rəhm edib, yaxına da, uzağa da, qonşuya da, qohuma da, rəhm edib, düşmənə də, dosta da, əksinə, rəhməti şamil edib, hətta heyvanları da, o dilsiz heyvanları da, cansız varlıqları da ve Allah'ın rəhmətinə çatmaq üçün ne yol varsa o rəhmət yolu gösterib ümməti üçün. Rəğbətləndirib ümmətini o yola ve Allah'ın qəzəbinə düçar olacaq, insanı Allah'ın rəhmətindən uzaqlaşdıracaq ne yol varsa o yolu da gösterib, çəkindirib o yoldan ve rəğbətləndirib ki, uzaq durasan, Allah'ın qəzəbinə düçar edebiləcək əməllərdən, bunlar hamısı onun rəhmətindən, şəfqətindəndir sənin üçün, ümməti üçün. Ona görə də ən böyük payı onun rəhmətindən, onun şəfqətindən ümməti götürüb, ümmətinə qarşı qəlbi dolu olub, şəfqətlə, rəhmətlə, mərhəmətlə, lütfi ilə, hətta Rəbbi Allah Teala şahidlik edib buna. لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَحِيمٌ Artık sizin içinizden olan bir elçi gelip size, hansı ki sizin çətinliyiniz, əziyyət çəkməyiniz ona ağır gelir ve hərisdir size, düşkündür size, möminlərə rəhmətli və şəfqətlidir. Allah Teala ona müstəcəb dua verib, qəbul olan dua onu ümməti üçün saxlayıb. Deyib ki, bütün peyğəmbərlərin müstəcəb duası var, hansı ki tezləşdiriblər o duanı. Lakin mən duamı şəfayət olaraq qiyamət gününə saxlamışam. O çatacaq ümmətimdən, mənə şərik qoşmadan dünyasını dəyişənlərə. Və Peyğəmbər sallallahu aleyhi ve sellem ağlayıb hətta ümməti üçün qorxub ki, onlara Allah'ın əzabı toxunar.